Hamıya salamlar olsun. Hamınızı xoş gördük yeni bir gündə. Bugün səhər işlərimi samavarı yumaqla başladım. Dünən artıq gecidir. Samavar hələ soymamışdı. İçində köz var idi. Ona görə yuya bilmədim. Elə suyunu boşaltdım. Gözlədim soysun, sonra suyunu boşaltdım. Yoxsa köz ola suyunu boşaltsam samavar yanar. Elə gözlədim, gec idi. Eləcə suyunu boşaltdım. Dedim səhər yuyaram. Səhərdə durdum, uşaqları səhər yeməyi rahladım, sonra tez samavarı başladım, yudum, təmizlədim, qoydum ki, gələn dəfə artıq işlədəndə təmiz olsun. Biz hər dəfə samavar işlədəndən sonra belə yuyub qoyuram ki, təmiz olsun. Sonra iş yoldaşımın uşağı olmuşdu, bugün getdik onu görməyə. Əslində uşağın artıq 4 aylıqdır, sadəcə müəllimlərin vaxtı yox idi, müəllimələrin, kursdakı müəllimələrin. Mən onsuz da evdəyəm, mənim həmişə vaxtım var, onların vaxtı yox idi. İndi bayram günləri idi, dedilər vaxtımız var, gedək uşağı görək. Mən Saradan qabaq kursda işləyirdim. Elə oradakı iş yoldaşımın uşağı olubdu. Dedik gedək onu görək, axır ki, elə neçə ayda getmək istəyirik, alınmırdı. Elə samavar yudum, qutardım, hazırlaşdım, Saranda hazırladım. Həmişə kimi Sara da mənimlə getdi. Burada çox sağ olsun, bizim üçün gözəl bir süfrə açmışdı. Maması, Saadətin maması çox sağ olsun. Əlinə qoluna sağlıq. Burada da balacamızdır bizim. Çox şirin, çox maşallah, çox şirin uşaqdır. Hamının qucağına gedir, hamının üzünə gülür. Sara kimi deyil. Sara heç kimə getmir. Kim yaxın gəlib öpmək istəyir, hamıya qışqırır, qaçır. Burada da Sara özünə oyuncaq tapıbdı. Oynayır. Yaxşı ki, elə biraz başı qarışdı. Mən də otura bildim, söhbət eləyə bildim. Sonra tez saat 12 idi, gəldim evə. Uşaqlara yemək hazırladım. Tez bazar olsun deyə həmişə kimi çox sevdikləri spagettidən elədim. Elə evdə var idi 2 dənəsi, 2 paçka. Onu bişirdim, ikisini də belə soğançı elədim yanına. Toyuğun döşətindən, tomatla birlikdə üstünə qarnir elədim. Amma onu uşaqlar yemirlər, elə özümüz üçün elədim. Uşaqlar ancaq ki qatıq vururlar, elə yeyirlər. Məncə uşaqların hamısı elədi. Onların ən sevdikləri yemək makarondur, kartuşka qızartmasıdır, belə. Mənim də uşaqlarımın ən sevdikləri yemək odur. Ət yeməyindən ancaq kotleti sevirlər. O da ki, kotlet gərək bişən kimi yesinlər. Qaldısa axşama ya səhəri günə heç yemirlər. Belə başqa da elə hər dəfə fikirləşir ki, biz nə ət yeməyi eləyək ki, onlar da yesinlər. Sevmirlər. Amma belə yeməkləri makarondur, kartuşkadır, çox sevirlər. Ona görə tez-tez eləyirəm ki, heç olmasa bunu yesinlər, birlə mürəklə yeyirlər. Amma üstünə belə qarniri özümüz üçün eləyirəm. Çünki uşaqlar elə bir şeylər yemirlər, heç yemirlər. Bir də döşəti sevirlər. Toyuğun döşətini nuggets deyirlər özdə. Çörək oxantısına, bir də yumurtaya batırıb qızardıram. Onu da çox sevirlər, elə yeyirlər. Belə və elədim, uşaqlara yeməyi yedilər. Sonra qabları yığışdırdım, yudum, apardım, Saranı yatırdım ki, artıq yuxusu gəlirdi. Onu da vaxtında yatırtmadımsa artıq narahat olur, ağlayır, qoymur mən işlərimi görüm. Ona görə tez onu da yeməyini verdim, apardım yatsın ki, sonra durum rahat, başqa nə işim var, hamısını rahat görüm. Və biz qardalı da bugün bişirdik, uşaqlar istəmişdilər. Neçə gündür Rəyana deyirdi ki, qardalı istəyirəm, qardalı bişirin. Qaynanam bu günlərim dondurucudan çıxartdı onları, qoydu suya bişməyə. Biz hər il yayda belə qoyuruq dondurucuya, təmizləyirik ancaq üstünün saplağını, qoyuruq torbada dondurucuya. 10 dənə qoyuruq ki, sonra dondurucudan çıxardığında bir-birinə yapışırlar, çıxarda bilmirik. Sonra elə donmuş halda da belə suya qoyuruq, altını yandırırıq, isinir, bişir, çox yaxşı. Elə bir ki, indicə almısan bazardan, yəni təptəzə olur, heç bir dadında dəyişiklik, heç nə olmur. Elə hər il eləyirik, uşaqlar da çox sevirlər. Rəna da neçə vaxt istəyirdi, sadəcə bayram idi, evdə çox şey var idi deyə eləmirdik. Ona görə artıq bayram şirniyyatları bitib deyə bunu elədik ki, ürəklə yesinlər. Beləcə burada da qabları yudum, bitirdim işlərimi ki, sonra rahat aparım Saranı yatırım ki, o da yatsın, mən də sonra gəlim, öz işlərimi yenə görüm. Sonra şkafların içini istəyirəm, hər gün biraz yığım ki,
mənə çətin olmasın, hamısını birdən eləyə bilmirəm Saraya görə. Çünki bir də görürsüz, getdi başqa otağa, durub onun dalınca mən getməliyəm, baxmalıyam ki, nə edir. Bir də görürsüz heç o otaqdan gəlmək istəmir, oynamaq istəyir. Mən də məcbur artıq oradakı işlərimi görürəm ki, onun yanında olum. Sonra yenə kuxnaya gələndə gəlib artıq işimi davam eləyirəm. Burada da bu kuxna mebelinin bu gözünü dedim yığın. Burada əlimizə nə keçib hamısını bura qoyuruq. Çünki bura yuxarıdır, Saranın əli çatmır. Aşağıdakı bütün veşləri, nə var, nəyimiz var, aşağı gözlərdə, kuxna mebelinin aşağı gözlərində hamısını yığırıq yuxarıdakılara. Ona görə bax burada belə hər şey üst-üstədir. Dedim heç olmasa biraz da olsa səliqəyə salım ki, lazımsızları arxaya qoyum, nə işlədirik onları qabaqda qoyum ki, lazım olanda götürüm. Burada butulkaları qoyuruq. Belə sok alanda, içiləndən sonra butulkaları yuyub qoyuram ki, süd alanda biz alırıq bir 4 litr, 5 litr. Onu bişirirəm. Butulkaları doldurub qoyuruq maritelkaya, lazım olduqca götürüb işlədirik. Ona görə butulkaları mən belə saxlayıram burada. Və necə bacardımsa yığdım, çox şey olduğu üçün üst-üstə yenə yığası oldum, məcbur. Və mən ancaq bu pulkanı yığa bildim. Sara artıq oyandı, gəldi deyə qaldı. İndi hər dəfə o yatanda 1-2 dənəsini belə yığsam, inşallah bir həftəyə qutararam. Sonra uşaqların artıq hazırlığa getmək vaxtı gəldi. Dedim, artıq mən də başlayım, maşın sürməyi öyrənim. Əslində keçən yayı sürürdüm, öyrənirdim. Amma özümü tam hazır hiss eləmirdim deyə ona görə məktəbə uşaqları maşınla aparıb gətirmirəm. Dedim, artıq havalar da isinib, yaxşıdır uşaqlar da maşında otursunlar. Mən də sürüm, öyrənim. Çünki uşaqlar məktəbə aparanda, gətirəndə, əslində aparanda ataları aparır səhərlər. Amma gətirəndə mən götürürəm, mənə çox çətin olur. 3 uşaqla, sumkana, Sara da bir yerdə durmur, ora qaçır, bura qaçır, çətin olur. Ona görə deyirəm, öyrənim artıq tamam sərbəst özüm sürüm, yoldaşım yanımda olmasa belə sürə bilim. Öyrənim ki, artıq onları harasa gedəndə, yəni uşaqla piyada getməyək, maşınla gedim, gəlim, mənə də rahat olsun. İnşallah ki, bu il tamam özümü hazır hiss edərəm və sürərəm. Ən böyük arzularımdan biri idi ki, mən həmişə arzulamışam ki, maşın sürüm. Yoldaşım da çox sağ olsun, öyrətdi mənə bu yayı. Keçən il yayı yaxşı öyrətdi. Sadəcə mən özümü hazır hiss eləmirdim, ona görə sürmədim. Amma indi inşallah artıq bu il tamam istəyirəm ki, öyrənim, sürüm. Burada da salat, uşaqlar neçə günüdür salat istəyirlər, pomidor, xiyar. Qışda biz almırıq, çünki hamı bilir də ki, qışdakı yaxşı olmur, dərmanla yetişdirirlər. Ona görə çox vaxt almırıq, amma uşaqlar istədi deyə aldıq ki, salat qayıraq, yesinlər, ürəkləri istəyirdi. Və o yadınızdadırsa əti bastırma eləmişdik. Artıq hazırdır. Novruz bayramında baxdıq, hazır deyil idi. Ona görə onu bişirə bilmədik. Amma indi bu günlərim çıxartdıq, baxdıq ki, ət az, artıq hazırda onu bişirmək olar. Elə dedik, bişirək, onsuz da uşaqlar da evdədir, elə iftara eləyək, qaynanam iftarı açanda onunla eləyək, elə biz də oturaq onunla bir yerdə yeyək, belə. Göyərtin mən artdıram, üstünə su alıb, sadəcə burada çəkmədim. Mən ya soda, ya duz tökürəm, biraz qalır onda, 1 saat qalır, duzlu ya sodalı suda qalır, sonra yuyuram. Elə bilirəm ki, elə daha təmiz olar, onu internetdə görmüşəm ki, elə tökürlər. Həmişə qaynanam da deyirdi ki, qaynanamın anası elə eləyib həmişə, duz töküb, duzlu suda qoyubdu. Mən də internetdə gördüm ki, soda da tökürlər. Ona görə soda bir də görürsüz tökürəm, bir də görürsüz duz töküb qoyuram. Biraz qalır. Elə bilirəm daha təmiz olur. İzlədiyiniz üçün çox sağ olun. İnşallah gələn vloqlarda görüşənədək.